Xoş gördük, əziz dostlar. Necəsiz? Deməli, Lerikə gəlmişəm bir kəndə. Lerikdə də bu da qeylə bir qar yağır ki, mən də maşını saxlamışıq 1 kilometr aralıda. Məcburam bu yerləri ayaqla getməyə məcbur olduq. Amma çox dəhşətli bir qar yağır. 7 dərəcə də artıq mənfi göstərir. İnanırsınız, kənddə 170 kənd olub burada deməli. İndi baxırıq ki, deyilənlərə görə 170 kənddən indi cəmi cümlətanı 50 ev, daha doğrusu 170 evdən indi cəmi cümlətanı 50 ev var. Cəmi cümlətanı 50 ev var, belə bir mənzərədir. Həqiqətən əvvəllər bura gələndə hər evdən bir tüstü bacasından bir tüstü çıxardı, amma indi baxırsan ki, kəndlərimiz boşdur, boşalıb, amma bu qarın ləzzəti hər şeyə desən dəyər. Aşağıda da çay axır. Dedim, bunu da çəkim bir göstərim. Açığı hərdən də qorxuram, deyirəm, yuxarıdan birdən bir canavardan yatdan gələr. Düşüb bizi yiyər burada. Aranı tez bir zamanda deməli buradan kəsə qaçmaq lazımdır. Belə düşünürəm. Axşama qorxuram, qalsaq maşınla çıxa bilməyək. Dedim, bu mənzərəni bir çəkim sizə də göstərim. Özdən müğayət olun. Sizin tərəflərdə necədir? Lerik qar içindədir. Kim gəlmək istəyirsə, kim qar sevirsə gələ bilər. Lerikdə demək olar ki, qar yağır və böyük ehtimal belə yağsa bir yerdə bir yarım metrəyə qar çıxar. Yəni qar istəyənlər gələ bilərlər. Özdən müğayət olun. Sizin rayonda vəziyyət necədir? Siz də bir xəbər eləyin.